ilin öz dəbi var. Moda dünyası daim dəyişir və hər dövrün ilin özünə məxsus trendləri, rəngləri, geyim tərzləri olur. Modelier dizayner Arzu Yılmaz hesab edir ki, hər bir insan öz zövqünə uyğun geyimi illər keçsə də dəbləşdirə bilər. İnsanlar əslində zövqlə geyinməlidir. Çünki zövqlə geyinəndə onlar belə deyim, dəblə zövqün qarışığı olanda daha gözəl olur. Amma zövqlə elə insanlar var, dəblə geyinir, amma bu insana çox gülünc görsənə bilər. Mənim fikrimcə hər bir insan öz bədənini tanısa, öz geyimini tanısa, zövqlə geyinsə, bu da özünü dəbləşdirər, geyindiyi geyimi dəbləşdirə bilər. Modelier dizayner Arzu Yılmaz bu il daha çox dəbdə olacaq geyim rənglərindən də söz açdı. Əsasən təbii rənglərə daha çox üstünlük veriləcək. Bu rənglər açıq bej rəngləri, açıq seri rəngləri, su yaşılı, zeytun yaşılı rənglər və bir də təbii torpaq rəngləri dəbdədir. Və bu rənglərlə də belə deyim də, bu il bildiyimiz kimi at ili olduğu üçün həm al-qırmızı rənglər, narıncı rənglər, bardov rənglər daha çox dəbdə olacaq. Bu da yenə dediyim kimi insanın xarakteri ilə, sakit rənglə, belə deyim, çılğın rənglərin qarışığı bir rəng olacaq. 10 il bundan qabaq dəbdə olan geyimi bu ildə trend ola biləcəyini qeyd edən modelier Arzu Yılmaz hətta bəylər üçün hansı dəbli geyimlərin olacağını da bildirdi. Kişilərimiz maşallah bizim həqiqətən baxıram, son illərdə kişilərimiz daha zövqlə geyinirlər. Amma bu illəri mən hətta deyərdim ki, mənim üçün çox xoşdur növbəti illərin dəbinə baxanda. Bu illər 90-cı illərin klassik geyimləri ilə hiss olunur ki, bu il daha çox dəbə gəlir. Maraqlısı budur ki, insanlar geyim alarkən daha çox təkrarçılığa yol verirlər. Bəs bunun səbəbi nədir? Modelier dizayner Sevinç Rızayeva isə bu suala aydınlıq gətirdi. Ən çox da mağazaların hazır looklarından istifadə edən xanımlar, dəbdə olan hər bir geyimin ardınca qaçıb onu alım, geyinim deyə bir-birinə yarışan xanımlarımız təkrarçılığa yol verir. İnsan özünə yaraşanı seçdikdə, dəbdə olanı deyil də özünə yaraşanı, öz tərzinə uyğun olanı seçdikdə daha düzgün geyimdə, daha dəbli görünüşə sahib ola bilər. Təkrarçılığın qarşısını almağın yollarını açıqladı. Dünya dizaynerlərinin və yerli modelierlərimizin istifadə etdiyi çox gözəl bir üslubdur. Etnik naxışlarla işlənmiş aksesuarlardan geyimlərimizə əlavə etməklə. Bunlar şarf formasında, bijuteriyalar formasında geyimlərə sintez edib çox gözəl bir obraz yaratmaq olar. Modelier xanımların da vurğuladığı kimi zövqümüzü dəblə formalaşdıran. Çalışaq bu ildə tərzimizi və xarakterimizi əks etdirən geyimlər seçək. Salə Nəciyeva, Today Press TV.